Salam, bugün biz OTK sınaqlarından sınaq 11-in izahına baxacağıq. Baxaq görək burada bizə nə deyilir. Birinci sualda deyilir ki, şirin su hidrasının hüceyrələrində bölünmənin müəyyən mərhələsində qütblərə 2 xromatidli tam xromosomlar. 2 xromatidli tam xromosomlar deyən kimi biz artıq bunun meyoz prosesi olduğunu anlayırıq. Bu hansı hüceyrələrdir və bədənin hansı qatında yerləşir? Bu təbii ki, cinsi hüceyrələr olacaq. Hidrada da cinsi hüceyrələr bilirdik ki, xarici qatda yerləşir. Ona görə cavabımız olacaq B variantı. İkinci suala nəzər yetirsək, ağciyərlərin quruluşu təsvir edilmiş canlı üçün doğru ifadəni müəyyən edin. Biz şəkildə görürük ki, hava kisələri var. Hava kisələri olduğuna görə də tez artıq ağlımıza quşlar gəlir. Baxaq görək nə soruşur bizdən. Deyir, A, beyin yarımkürələri beyinciyin üzərini örtür. Xeyr, beyinciyin üzərini örtmür quşlarda. Qazlar mübadiləsi ağciyər və hava kisələrində yalnız ağciyərdə gedir. Ona görə A ilə B-ni çıxırıq burada. C variantında deyir, postembrional dövrdə hiss orqanlarının sayı azalır. Say azalma suda quruda yaşayanlara aiddir. Çiyin qurşağı sümüklərindən ikisi döş sümüyü ilə bilavasitə birləşmə əmələ gətirir. Bəli, 2 dənə sümük döş sümüyü ilə birləşir. Qarın qabırğalarına malikdir. Bu da olacaq sürünənlərə aid xüsusiyyət. Üçüncüdə qanı qazların daşınmasında iştirak edən və yalnız inkişafının sürfə mərhələsində parazitlik edən mollyusk üçün doğru ifadəni müəyyən eləyin. Biz bilirdik ki, 2 taylılardan anadontanın sürfə mərhələsində parazitlik edirdi, hansı ki dişcikli sürfəyə malik idi. Baxaq nə istəyir? Deyir, A, tənəffüsü qidalanması ilə əlaqədardır. Bəli, çünki giriş sifonundan su daxil olurdu. Suyun içərisindəki canlılar qida məqsədi ilə həzm sisteminə, suda həll olmuş oksigen isə qan damarlarından, yəni qəlsəmədəki qan damarlarından qana keçirdi. Ona görə A variantı düzgündür. B variantı ürəyi 2 kameralıdır. Xeyr, 3 kameralıdır. İfrazat sistemi Malpighi borularından təşkil olunmuşdur. Bir cüt böyrəklərdən təşkil olunmuşdur. Başında bir cüt göz və lamisə çıxıntısı başı yoxdur. Reduksiyaya uğrayıb borlu sinir sisteminə malikdir. Xeyr. Dördüncü sualda dana dişinin postembrional inkişaf dövrü neçə mərhələdən ibarətdir? Dana dişidir, dəvədəlləyidir, çəyirtkədir, şalalar, sisəklər. Bunlar natamam inkişafdır. Yəni pup mərhələsi yoxdur. Ona görə birinci yumurta mərhələsidir, ikinci sürfə mərhələsidir, üçüncü isə yetkin fərd mərhələsidir ki, bizdən də nəyi soruşur? Post-embrionalı soruşur. Ona görə birincini çıxırıq. 2 və 3, yəni 2 mərhələdən ibarətdir A variantı. 5-ci sualda deyir, meşə çiyələyinin ruşeym kisəsində olan hüceyrələr hansı cinsiyyət xromosomlarını daşıya bilər? Biz meşə çiyələyində dişi heterogametliyi öyrənmişdik. Yəni X və Y-a sahib ola bilərdi onun cinsiyyət xromosomları. Burada da cavabımız olacaq A variantı, X və ya Y. Biz hansı hüceyrənin X, hansı hüceyrənin Y olduğunu müəyyənləşdirə bilmərik. Yəni ikisindən birini daşıyacaq. 6-cıda insanda bir il ərzində qanın formalı elementlərindən hansı və ya hansıları daha çox yenilənər və yaxud yaranar? Leykozitlərin bəzi növlərini götürərik burada cavab. Çünki biz demişdik ki, leykozitlər 1 saatdan bir neçə ilə qədər öz-özünü yeniləyə bilər. Leykozitlərin bütün növlərini götürməliyik. Çünki bir neçə il söhbəti var burada. 1 il söhbəti var. Leykozitlər 120 gün, o da uzun bir müddətdir. Eyni ilə trombositlər kimi. Ona görə cavabımız olacaq A variantı. 7-ci sualda deyir ki, şəkildəki balıqların hansıları udlaq dişinə sahibdir? Udlaq dişini biz çəki kimilərdə öyrənmişdik. Birinci latimeriyadır, ikinci çəkidir. Üçüncü siyənəkdir. D variantı qızıl balıq kimilərdən foreldir. E variantı isə uzun burundur ki, nərə kimlərə aiddir. 8-ci sualda bizdən nə soruşur? Deyir, hansı xəstəlikləri hüceyrəvi quruluşa malik olmayan, yəni viruslar tərəfindən törənə bilər? Faringit və meningit bilirdik ki, həm bakteriyalar, həm də viruslar tərəfindən törədilə bilir. Hətta meningit bir hüceyrəli heyvanlar tərəfindən də törədilə bilirdi. Vərəm və vəba yalnız bakteriyaların bakterial mənşəli xəstəlikdir. Ona görə cavabımız olacaq A variantı 1 və 2. 9-cu sualda şəkilə əsasən doğru ifadəni müəyyən edin deyir. Şəkildə bizə itin daxili skeletini verib. Çiyin qurşağı skeleti yalnız borlu sümüklərlə bilavasitə birləşmə əmələ gətirir. Biz bilirdik ki, itdə körpücük sümüyü yoxdur, kürək sümüyüdür. Ona görə bir cüt kürək sümüyü
borlu sümüklərlə birləşmə əmələ gətirir. Cavabı düzdür. Çiyin qurşağı, skeleti yastı və borlu sümüklərdir. Xeyr, yastı sümüklərlə birləşmə əmələ gətirmir. Qabırğaları yan çıxıntılara malikdir. Bu quşlardadır. Onurğa 4 şöbədən yox, 5 şöbədən. Çanaq sümüyü yalnız borlu sümüklərlə yox, həm yastı, həm də borlu sümüklərlə birləşmə əmələ gətirir. 10-da Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyir. Abdullayev və Karpeçenkonu bizə veribdir. Bir də poliploid bitki sortalı bu hər ikisinə aiddir. Ona görə biri Y-a yazaram. Xaç çiçəklərin seleksiyası ilə Karpechenko məşğul olub. Bu 2-dir daha doğrusu. 3-də tut bitkisinin seleksiyası ilə məşğul olubdur Abdullayev. Bura 3 yazaram. Aldığı bitki sortunun meyvəsi buynuz meyvədir. Bu da bilirik ki, xaç çiçəklərə aiddir. Cavabımız olacaq X-da 3, Y-da 1, Z-də 2, 4, A variantı. 11-ci sualda qaraciyər sorucusunun sürfələri insan askaridinin sürfələrindən fərqlənir. İnsanın böyük və kiçik qan dövranı damarlarında rast gəlinir. İnsan qaraciyər sorucusunun aralıq sahibi olmadığına görə insan olanları çıxırıq. Aerob mühitdə yaşayır. Hər ikisi aerob mühitdədir. İnsanın kiçik qan dövranında və insanın həzm sistemində bunu da çıxırıq. Hərəkətə xidmət edən qamçılar olur. Bəli, askariddən fərqli olaraq qaraciyər sorucusunun hərəkətə xidmət edən qamçıları və quyruq çıxıntısı var idi. 12-də kalsitonin hormonunu ifraz eləyir. Qalxana bənzər vəzi bu sümük sistemində də bu hormonun adı keçirdi. 13-cü sualda deyir ki 480.000 orta nisbi molekul kütləsi 480.000-ə bərabər olan DNT molekulunda 5000 timinli nukleotit varsa bu molekulda neçə 3 qat hidrogen rabitəsi olacaq? 480.000-i mən tez bölərəm 300-ə, çünki bir nukleotitin çəkisi bilirdik ki 300-dür. Görək burada nə qədər nukleotit var? 2 sıfırla 2 sıfır getdi. 48-i 3-ə böləndə 16 və 2 sıfır qaldı. 1600 nukleotit var və bizdən soruşur, deyir ki 500 timinli nukleotit var burada. 500 timinli nukleotit varsa, deməli 500-də adeninli nukleotit olacaq. Ona görə 1600-dən 1000-i çıxaram. Yerdə qalacaq 600. 600-ün də 300-ü olarmı? Guanin 300-ü də olar sitozin və 3 qat rabitədə elə guaninin sayı qədər 3 qat rabitə olacaq. Cavabımız olacaq B variantı. 14-cü sualda qrafikdə günəşin görünən işıq şüaları spektri verilibdir. Hansı şüaların təsirindən yaşıl bitkidə fotosintezin intensivliyi yüksək olar? Biz bilirdik ki, fotosintezin intensivliyi görünən işıq şüalarında mümkün olur. Baxaq görək hansındadır? Şəkilə burada nəzər yetirək. Deməli, burada qırmızı və qara rəng verilibdir. Qara rəng buğda bitkisinin fotosintez intensivliyini göstərir. Qara rəngin ən maksimum olan nöqtələrinə baxsaq, bu hissədə deməli gəlir göy rəngə düşür. Bu birisi hissədə fikir versək biz buna, gəlir görünən işığın qırmızı hissəsinə düşür. Deməli göy və qırmızı rəngində daha intensivlik yüksək olur, maksimum olur. Burada qırmızı ilə insan gözünün spektral hissiyatı verilibdir. O da gəlir deməli sarı rəngə düşür. Baxaq indi cavabımıza. Burada cavabımız edəcək A variantı, qırmızı və göy. 15-ci sualda deyir, yaşıl bakteriyaların üzvü maddə sintez etmə reaksiya tənliyini müəyyən edir. Yaşıl bakteriyalar bilirdik ki, hidrogendən istifadə edir. Qırmızı bakteriyalar hidrogen sulfitdən istifadə edir. Siyanobakteriyalar isə sudan istifadə edir. Cavabımız olacaq B variantı. 16-da deyir, uyğunluq pozulubdur. Ateroskleroz damarların kirəcləşməsidir. Bəli, damarda deməli lipid qatının toplanması və yağa bənzər maddələrin toplanması onların üzərində deməli duzlarla örtülməsi nəticəsində kirəcləşmə yaranırdı. Otoskleroz qulaq sümükçüyündən birinin böyüməsi nəticəsində eşitmənin zəifləməsidir. Düzdür. Daltonizm çöpçüklərin fəaliyyətinin pozulması, xeyr, kolbacıqların fəaliyyəti pozulurdu burada. Çöpçüklərin fəaliyyətinin pozulması toyuq korluğuna gətirib çıxarırdı. Rinit dad hissiyatının pozulması deyil, burada burunun daxili selikli qışasının iltihablaşmasıdır. Ona görə cavabımız olacaq 3-4 A variantı. Daha sonra 17-ci suala baxaq. Alabula pişiklə sarı pişiyin çarpazlaşmasından alınan nəslin neçə faizini sarı rəng genini daşıyan dişi fərdlər təşkil edər. Biz bilirdik ki, alabula pişik, böyük B, X balaca B, dişi fərdlərdə olur. Deməli, sarı pişikdə olacaq erkək fərd. Çarpazlaşır, X balaca B və Y-dan çarpazlaşır. Bu çarpazlaşmanı mən balaca ilə göstərim ki, bunu da qarışdırmayaq biz.
deməli, çarpazlaşacaq bunlarla. Deməli, burada nələr alınacaq? Baxaq görək, burada nələr alınacaq. X böyük B ilə X balaca B çarpazlaşacaq. Yenə ala-bula pişik. Buradan deməli, X böyük B, Y qara rəngdə erkək fərd. X balaca B, X balaca B yenə sarı rəngdə dişi fərd, X balaca B və Y sarı rəngdə erkək fərd alınır. Bizdən dişi fərdləri soruşur və sarı rəng genini daşıyanı soruşur. Sarı rəng genini mən burada burada görürəm dişilərdə, bir də burada görürəm. 4 fərddən ikisi olduğuna görə, yəni yarısı olduğuna görə 100-ün də yarısı eləyəcək 50% A variantı cavabımız. Sonra 18-də insanda eşitmə analizatorunun başlanğıc hissəsi yerləşir. Biz bilirdik ki, analizator 1 reseptordan, 2 hissi yoldan, hissi yol, 3 də mərkəzdən ibarətdir. Bizdən deyir ki, analizatorun başlanğıc hissəsi, yəni reseptor hissəsi, bilirdik daxili qulaqda ilbizin içərisində reseptorlar yerləşir. 19-cu sualda bizdə deyir ki, vələmirin və qarğıdalının süpürgə çiçək qruplarında bərabər sayda çiçək var. Bu çiçəklərdə cəmi 30 erkəkçik olarsa, onların ruşeym kisələrində mayalanmada bilavasitə iştirak etməyən hüceyrələrin sayı nə qədər olar? 30 erkəkçik varsa, mən bilirəm ki, bir çiçəkdə 3 erkəkçik olur. 30 erkəkçik varsa, buradan tapacam 10 dənə çiçək var. Bu 10 dənə çiçək cəmi demişdi də burada bizə. 5-i vələmirə aid olar, 5-i də qarğıdalıya. Qarğıdalının süpürgə çiçək qrupunda erkək fərdlərdir, bunu götürmürəm. 5 çiçəyin, elə bir çiçəyin daxilində, yəni bir ruşeym kisəsində 5 dənə hüceyrə mayalamada iştirak etmirdisə, 5 çiçəkdə də X. X da buradan 25-ə bərabər olar, cavabımız olar A variantı. 20-ci sualda ağcaqovağın kök pöhrələri üçün doğrudur deyir. Ağcaqovağın kök pöhrələri üçün ümumiyyətlə kök pöhrələri əlavə tumurcuqdan inkişaf edir. Yəni köklərdə olan əlavə tumurcuqdan inkişaf edir. Bu təkcə ağcaqovaq yox, albalıdır, gilasdır, bu kimi bitkilərə də aiddir. 21-ci sualda şibyələri əmələ gətirən bütün orqanizmlər üçün doğrudur. Şibyələri əmələ gətirirdi bakteriyalar və göbələklər. Daha sonra yosunlar və göbələklər əmələ gətirirdi. Bizdən doğru olanı soruşur. Qılafın xarici qatı hüceyrə divarından təşkil olunubdur. Bəli, hər birində hüceyrə divarı var. Hüceyrələrin bəzi orqanoidlərində H müsbət protonu daxili membranın xaricinə çıxır. Bu iki membranlı orqanoiddə baş verdiyinə görə bakteriyada iki membranlı orqanoid olmur. Ona görə ikinci variantı çıxıram. Amin turşularının arasında rabitə əmələ gəlir. Hər birində zülal sintezi getdiyi üçün mən 3-ü düz götürürəm. Çünki bakteriyada yalnız ribosom var idi ki, o da zülal sintezi eləyirdi. Dördüncü də azot əsaslarının bütün növlərinə malikdir. Bəli, hər birində DNT və RNT olduğuna görə azot əsaslarının hər birinə sahib olacaq. İki membranlı orqanoidlərin bütün növlərinə malikdir. Yenə dediyim kimi bakteriyalarda bu olmadığı üçün bunu götürmürük. Cavabımız olacaq 1, 3, 4 A variantı. 22-ci suala baxaq. İnsanın ətraf skeleti üçün hansı ifadələr doğrudur? Biz bilirdik ki, ətrafların skeleti neçə yerə bölünür? Qurşaq və sərbəst hissənin skeletinə bölünür. Baxaq görək bizdən nəyi soruşur. Deyir, yalnız borulu sümüklərdən əmələ gəlir. Xeyr, yalnız borulu sümüklərdən yox, yastı sümüklərdən də əmələ gəlir, qarışıqdan da. Gövdənin skeleti ilə bilavasitə birləşmə əmələ gətirir. Bəli. Daha sonra deyir ki, doğrudur deyir. Tərkibinə qurşaq sümükləri daxildir. Tərkibinə bəli qurşaq sümükləri daxildir. Yalnız qarışıq sümüklərdən ibarətdir. Xeyr. Sümüklərində sarı və qırmızı sümüklüyünə rast gəlinir. Bəli. Onurğa sütununa birləşmir. Xeyr. Onurğa sütununa çanaq sümüyü birləşir. Ona görə cavabımız olacaq 2, 3, 5 A variantı. 23-ə baxaq. Bitki toxumalarının əmələ gəldiyi geoloji tarixi dövrdə heyvanlarda baş verən aramorfozları müəyyən eləyin. Biz bilirdik ki, bitki toxumaları ordovikdə əmələ gəlib, hansı ki, örtük, ötürücü və mexaniki toxumaydı. İki qat tənəffüs təbaşirdədir, bunu götürmürük, bu getdi. Sümük toxuması elə ordovikdədir, bunu götürəcəyik. Qan damar sistemi meydana çıxıbdır proterozoida. Onurğa yaranıbdır, bəli, ordovikdə bunu da götürərik. Daxili skelet yenə proterozoida. İxtisaslaşmış dişlər isə perimdə yarandığı üçün bunları götürmürük. Cavabımız olacaq 2, 4. 24-cü suala nəzər yetirsək, burada kökün zonaları verilibdir. 1-də kök üsküyüdür, 2-də bölünmə, 3-də böyümə zonasıdır, 4-də sorucu, 5-də isə ötürücü zonadır. Deyir ki, tam formalaşmamış ötürücü borular
4 ilə 5-də formalaşmış borucuqlardır. 3-də isə tam formalaşmamış ötürücü borular yerləşir. 25-ə baxaq. Sakit halda 96 tənəffüs hərəkəti eləyib insan. Bu zaman onun bir böyrəyindən neçə litr qan keçər? 1 dəqiqədə bilirdik ki, 16 tənəffüs hərəkəti eləyir insan. 96 tənəffüs hərəkətini neçə dəqiqədə eləyər? Burada x bərabər olarmı 6-ya? Deməli, 6 dəqiqədə 6 litr qan keçər 2 böyrəkdən. Bir böyrəkdən də 3 litr qan keçmiş olar. Cavabımız olar 3 litr. 26-da deyir, sitozin azot əsası ilə bitən amin turşularını kodlaşdıran tripletlərin müxtəliflik sayı. Biz bilirdik ki, bizim 64 kombinasiyamız var. Həmin bu 64 kombinasiyanı mən 4-ə bölsəm, 16, 16, 16 və 16 alaram. Deməli, 16 adeninlə, 16 timinlə, 16 guaninlə, 16 sitozinlə başlayan, həm də bitən tripletlər olacaq. Bizdən nəyi soruşur? Deyir ki, amin turşularını kodlaşdıran. Biz bilirdik ki, bu 64-dən 3-ü kodlaşdırmayandır. O hansıdır? A, T, T, DNT-dədir. A, T, S, A, S, T. Deməli, buradan biri kodlaşdırmır. Ona görə mən tez 16-dan birini çıxaram. Tez bura yazaram 15. Daha sonra məlumat RNT-də hansılardır? Məlumat RNT-də UAA, UAG və UGA-dır. Deməli, bunların heç biri sitozinlə bitmədiyi üçün mən bura 16 yazaram. Nəqliyyat RNT-də isə biz bilirdik ki, stop kodları olmur ümumiyyətlə. Yəni A, U, daha sonra A, U, S, A, S, U. Yəni, bunların heç biri olmur. Bu da olmadığına görə, yəni bir dənəsi 16-dan 15-i kodlaşdıracaq. Ona görə cavabımız 15, 15, 30, 16 eləyəcək. Cavabımız 46. Daha sonra 27-yə baxırıq. 27-də bizdən nə soruşur? 27-də deyir ki, ektoderma, mezoderma və endodermanı ayırd edək. Baxaq, bir də ektodermada A, gözün torlu qişası, bəli, gözün torlu qişası ektodermada yerləşir. Periton limfa sistemi mezodermada yerləşəcək, qandamar sistemidir. Bunlar bilirdik ki, mezodermada yerləşir. Ona görə B və C 2-yə aid olar. 3 endodermada, bəli, xor da endodermada yerləşəcək. Burundur, ağız epitelisidir. Bunlar da bilirik ki, ektodermada yerləşir. Ona görə cavabımız bu formada olacaq. Pankreatit xəstəliyi zamanı bəzi tərəfindən ifraz olunan amilazanın miqdarı. Bilirdik ki, mədə 6 vəzi, amilazadır, lipazadır, tripsindir, yəni 6. Bunu sintez eləyir və nəticədə nişasta və glukogenin həzmi pozulur. Mətndə adı buraxılmış vəz hansıdır və onun hansı funksiyası bozulubdur? Yenə dediyimiz kimi, mətndə mədə 6 vəzin adı buraxılıbdır və o qarışıq sekresiya vəzisi olduğuna görə onun xarici sekresiya hissəsi, yəni 12 barmaq bağırsağa açılan hissəsi pozulubdur. Xarici sekresiya yazaq bura. Bu vəzin ifraz etdiyi ferment hüceyrənin hansı orqanoidində və ya orqanoidlərində sintez olunur? Fermenti sintez edən orqanoidlərin həmin hüceyrənin neçə müxtəlif orqanoidinin tərkibində fəaliyyət göstərir? Fermentlər biz bilirdik ki, zülal tərkiblidir və onlar da ribosomlarda sintez olunar və başqa neçə müxtəlif orqanoiddə deyəndə endoplazmatik şəbəkə olarmı? Dənəvər endoplazmatik şəbəkə. Heyvan hüceyrəsi olduğuna görə mitoxondrində mən götürərəm 2 müxtəlif orqanoiddə sintez olunar. Daha sonra mətndə neçə və hansı biopolimerlərin adı verilibdir? Neçə biopolimer var burada? Amilaza zülaldır, nişasta və glikogen də karbohidratdır. Ona görə biz burada 3 biopolimerin adı verilibdir. Hansıdır? Amilazadır, yəni zülal tərkibli, nişasta və glukogen. Biopolimerlərdir, yəni canlı orqanizmdə olan polimerlərdir. Mənim izahım bu qədər. Nəsə əlavə sualınız olsa şərh bölməsində yaza bilərsiniz. Sağ olun.